Hərdən la ikrah fiddin dində məcburiyyət yoxdur. Bu anlayış da səhv təhlil olunur, yanlış təfsir olunur. Onun mənası budur ki, sən insan olaraq bir fəlsəfi döngüdə azad bir varlıqsan. Bəli, azadsan, artıq seçim edirsən. Seçim eləməkdə azadsan. İndi nəyi seçəcəksən, sənin öhdəvə düşür. Burada sən addımlarına diqqət eləməlisən, özünü nəyə qurban verirsən, özünü nəyə fəda edirsən, nəyin uğrunda fəda edirsən. Bu çox mühümdür. Ona görə İslam təvhidi dünya görüşündə azadlıq yolun əvvəli də axırı deyil. Azadlıq startdır, finiş deyil. Azadlıq yolun yarısı da hamısı deyil. Azad oluram ki, qəlibə düşüm. Azad oluram ki, bəndəlik libasını əynimə keçirim. Azad olmaq üçün azad olmamalıyam. Azad oluram ki, qüdrətli olum. İslam təvhidi dünya görüşündə azadam ki, qüdrətli olum. O qədər qüdrətli olum ki, nəfsimin köləsi olmayım. O qədər qüdrətli olum ki, özümə yox deməyi bacarım. Azadam ki, istedadlarım kəşf olsun. Azadam ki, ali ləzzətlərə yetişim. Əgər bir insanın sonu, təyin etdiyi son nöqtəsi azadlıqdırsa, onda ali hədəfindən məhrum olacaq. Mən azadam ki, qüdrətli olum. Özü qüdrət geniş mənada həm fikri baxımdan qüdrətli olum, həm mənəvi baxımdan qüdrətli olum, həm fiziki baxımdan qüdrətli olum. O qədər qüdrətli olum ki, məzlumun əlindən tutum yerdən qaldırım. O qədər qüdrətli olum ki, nəfsimin köləsi olmayım. O qədər qüdrətli olum ki, əzilməyim. Bəli, burada artıq azadlığın öz yeri tapır, fədakarlıq öz yerini tapır.